Salam. Bu videoda ikinci cəhd imtahanına hazırlaşma haqqında danışacağıq. Yəni, necə hazırlaşmaq lazımdır, hansı vəsaitlərdən istifadə etmək lazımdır ki, nəticəniz daha yüksək olsun. Bax, bunu müzakirə eləyəcəyik. Əvvəlcən onu qeyd edeyim ki, test işləmək üçün bir nömrəli vəsaitiniz Dövlət İmtahan Mərkəzinin test toplusu vəsaitidir. Əgər nəzəri hissələri təkmilləşdirmək istəyirsinizsə, təkrarlamaq istəyirsinizsə, bundan ötürü də bir nömrəli vəsait 5-11-ci sinif orta məktəb kitablarıdır. Birazdan bunun səbəblərini sizə göstərəcəm. Əgər bundan əvvəlki videonu izləmişsinizsə, bundan əvvəlki videoda son qəbul imtahanının suallarının izahını vermişdim və orada Dövlət İmtahan Mərkəzinin proqramını sizə göstərmişdim. Və qeyd eləmişdim ki, əsas ədəbiyyat siyahısında 5-11-ci sinif kitabları göstərilib. Ona görə də əsasən nəzəri hissələri, mövzuları öyrənəndə həmin kitablara baxmaq lazımdır. Yaxşı, Dövlət İmtahan Mərkəzinin test toplusu niyə ən önəmli olan vəsaitdir? 1. Bu kitab, bu vəsait Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanıb. 2. İmtahanda qarşınıza çıxan testlərin demək olar ki, əksəriyyəti, bəlkə də hamısı DİM test toplusunda olan testlərin oxşarları, biraz daha dəyişdirilmiş formalardır. Yəqin ki, siz özünüz də imtahanda iştirak edəndə bunu hiss elədiniz. Əvvəlcə gəlin ekranı sizinlə paylaşım və son qəbul imtahanında olan suallardan bəziləri ilə sürətli bir şəkildə tanış olaq. Növbəti mərhələdə test işləməkdən ötürü başqa bir sayt, School haqqında da sizə məlumat verəcəm. Orada daxil olub müxtəlif testlərlə özünüzü təkmilləşdirə bilərsiniz. 07.06.2026-cı il tarixində DİM qəbul imtahanında istifadə olunmuş testlərdən bəzilərini sizə göstərəcəm. Gəlin başlayaq. İlk olaraq A variantında 13 nömrəli tapşırıq, alqoritmin icrası nəticəsində K dəyişəninin qiymətini müəyyən edin. Gördüyünüz kimi biraz fərqli bir sual tipidir. Amma bu sualın eyni məntiqlə həll olunan başqa bir versiyası, düzdür, Python ilə bağlı idi. DİM test toplusu, səhifə 135, test nömrə 85. Baxın, DİM-i açıb özünüz də buna baxa bilərsiniz. Belə bir tapşırıq verilmişdi və bu intervallar metodu ilə həll olunan bir tapşırıq idi. Yəni ki, əgər siz bu 85 nömrəli tapşırığı başa düşərək həll eləmişdinizsə, asanlıqla 13 nömrəli tapşırığı da yaza bilərdiniz. Nisbətən çətin hesab olunan testlərdən biridir. Sağ tərəfdə 85 nömrəli tapşırıqda diqqətlə baxası olsanız, burada -60, müsbət 59 parçası riyazi dildə desək götürülür və intervallar metoduna əsasən bu A+35 vurulsun A-15 böyükdür 0 yazıb və bunun müsbət əllərinin sayını tapmalısınız. Eyni şey də burada verilib. Burada da -100, müsbət 100 parçasında şərtə baxın. N -100 ilə başlayır, bir artırılır və nə qədər ki, n kiçik bərabərdir 100, dövr davam edir. Burada da S-i gətirib yerinə yazası olsanız, baxın 79 çıxılsın n, vurulsun n çıx, 48, burada bu x-in qiymətidir və x böyükdür 0. Yəni, buradakı şərtlə eyni şeydir. Sadəcə biraz fərqli formada yazılıb. Bu belə. Keçək növbəti nümunəmizə. 18 nömrəli A variantındakı 18 nömrəli tapşırıq. Python dilində yazılmış proqramın nəticəsini müəyyən edin. Sağ tərəfdə gördüyünüzdə 86 nömrəli tapşırıqdır. DİM test toplusu səhifə 149-da olan tapşırıqdır. Baxın, diqqətlə baxası olsanız, funksiyanın adı belə eynidir. N new A, N new A. Aşağıda baxın, B siyahısı verilib. Burada da B siyahısı verilib. N. Aşağıdakı B boş siyahıdır, aşağıda da N siyahısı var. Baxın, yenə tamamilə eyni formada bir əməliyyatdır. Sadəcə DİM test toplusunda olan 86 nömrəli tapşırıq biraz daha çətin idi, amma qəbula düşən bu 86 ilə müqayisədə daha asan idi. Məntiqi olaraq isə ikisi də eyni, oxşar məntiqə malik testlərdir. Və davam edirik. Gəldik bu 29 nömrəli tapşırığa. Bildiyiniz kimi 28, 29, 30 nömrəli tapşırıqlar yazılı həll tələb edən tapşırıqlardır və bunlar ümumilikdə sizə 18 bal verir, təxmini olaraq. Və bu 29 nömrəli tapşırığın oxşarı 2023-cü ilin qəbul sualı. Baxın, indi burada olanı oxuyacağım, sonra 2023-cü ilin qəbulunda olan sualı oxuyacağım. Klaviaturadan daxil edilən A və B natural ədədləri üçün AB parçasında yerləşən tək ədədlərin kvadratı olan ədədlərin sayını, belə ədəd yoxdursa, yoxdur sözünü çap edən proqramı Python dilində yazın. Yəni, aşağıda deyir ki, misal üçün 45-dən 125-ə qədər ədədləri axtarmaq lazımdır. Burada tək ədədlərin kvadratı, 7-nin kvadratı var burada, 9-un kvadratı var, 11-in kvadratı var. 3 dənə belə bir ədəd tapacaq və cavab 3 olacaq. Bunun yenə dediyim kimi kanalda izahı var. Ümumiyyətlə bütün sualların izahı var son qəbuldakı. Və indi 30 nömrəli sual idi bu 2023-ün qəbulunda. Dövr operatorundan istifadə etməklə A siyahısındakı elementlərdən tam ədədlərin kvadratları olanları çapa verən proqramı Python dilində yazın. Baxın, biraz şərt sizə fərqli gələ bilər, amma burada əsas mahiyyət nədir? Əsas mahiyyət odur ki, misal üçün burada verib, baxın, 9, 25, 49, 3-ün kvadratı, 5-in kvadratı, 7-nin kvadratı. Bax, bu tip ədədləri, hansı ki tam kvadrat alınır, tapmalısınız.
Burada da yenə 4-ü, 9-u, 16-nı tapmalıydınız. 4, 9, 16. Və əlavə olaraq bir dənə burada fərqli olan şey AB parçasını götürüb bir də tək ədədlər seçməlisiniz. Yəni yenə də əgər bu 30 nömrəli tapşırığı 2023-cü ilin qəbulunda olan tapşırığı yazmışdınızsa, bu 29 nömrəli A variantında 29 nömrəli tapşırığı da asanlıqla həll edə bilərdiniz. Və keçirik növbəti nümunəmizə. Bu 30 nömrəli tapşırıqdır. N sayda tam ədədlər boş siyahıya klaviaturadan daxil edilir. Elementləri ilkin siyahının hər bir elementi ilə onun ən kiçik elementinin cəmi olan yeni siyahını çap edən proqramı Python dilində yazın. Yenə bunun həlli də əvvəlki videoda var, göstərmişəm. Deməli, buradakı ilk verilən ədəd 5 elementlərin sayıdır, n sayda element. 12, 3, 4, 8, 10 isə daxil edilmiş elementlərdir. Burada minimum elementimiz 3-dür. 12-nin, 3-ün, 4-ün, 8-in, 10-un üstünə 3 əlavə edir və yeni bir siyahı yaradır. İndi 146 dim test toplusu, səhifə 149, test nömrə 146. Elementləri klaviaturadan daxil edilən ixtiyarı n elementli tam ədəddən ibarət siyahının hər bir elementini həmin siyahının ən böyük elementi ilə cəmləməklə alınan yeni siyahını çap edən proqramı Python dilində yazın. Baxın, bu 30 və bu 146 arasındakı fərq nədir? Burada minimum deyir, burada maksimum deyir. Yerdə qalan hər şey eynidir. Yəni, yenə də əgər dim test toplusunu tam işləmiş olsaydınız, bu sualda çox asan bir şəkildə yazmalıydınız. Yəni, artıq baxın, burada biz konkret olaraq gördük ki, ən önəmli vəsait dim test toplusudur və mütləq şəkildə onu işləməlisiniz. Ola bilər ki, əvvəl işləmişsiniz, olsun, yenə də təkrarlamaq daha yaxşıdır. Hal-hazırda mən bu videonu çəkəndə təxminən 3 həftə vaxt qalıb ikinci cəhd imtahanına. 3 həftə müddətində dim test toplusunu düşünürəm ki, sürətli bir şəkildə işləmək olar. Hamısını işləməsəz də çətin olan testləri, çox qəbulda qarşınıza çıxan testləri işləyə bilərsiniz. Və bu qədər göstərəcəklərim bunlar idi. Yəni, sizə konkret olaraq göstərmək istədim ki, həqiqətən də testlərdən bir çoxu, ki, başqa testlərdə var idi, mən biraz nisbətən çətin olan testləri seçmişəm. Yəni, deyə bilərsiniz ki, təkcə bunlar deyil də axı, başqa testlər də var idi, dimin oxşarı, dimdə olan testlərin oxşarı olan başqa suallar da var idi. Mən nisbətən çətin olanları seçmişəm buradan. Yəni, konkret olaraq biləsiniz ki, həqiqətən dimi işləmək lazımdır və eyni zamanda əvvəlki illərin qəbullarını və sınaqlarını da işləmək lazımdır ki, bax, bu 29-30 nömrəli belə oxşar suallar da düşəndə rahat şəkildə işləyə biləsiniz. İndi keçirik digər bir məsələyə. Əgər siz ikinci cəhd imtahanında yaxşı bir nəticə əldə etmək istəyirsinizsə, mütləq əvvəlki illərin qəbullarını, sınaqlarını işləməlisiniz və onları analiz eləməlisiniz. Analiz eləmək nə deməkdir? Siz baxmalısınız ki, hansı tip suallardan daha çox düşür. Misal üçün, sonuncu qəbul imtahanında, bax, bu 5 nömrəli tapşırığa baxın, bu tip bir sual yox idi. Amma əvvəlki qəbullara və sınaqlara baxası olsanız, görərsiniz ki, bu 5 nömrəli, bu, deməli, 2026-cı ilin sınağıdır. Buradakı 5 nömrəli tapşırıq çox məşhurdur və qəbulların, sınaqların böyük əksəriyyətində buna oxşar bir sual düşür. Təbii ki, bunların oxşarları harda var? Yenə də dim test toplusunda var. Onları mütləq şəkildə işləməlisiniz. Eyni zamanda digər əvvəlki qəbul və sınaqlara baxaraq hansı tip sualların daha çox gəldiyini nəzərdən keçirə bilərsiniz. Nəticəni artırmağın digər önəmli bir yolu isə biraz daha fərqli tip testlər işləməkdir. Hə, mən sizə öz şagirdlərimə də bunu deyirəm, heç bir halda belə bir məsləhət vermirəm. Bu düzgün də deyil. İndiyə qədər heç işləmədiyin çətin bir test kitabı tap, məsələn 300-400 səhifəlik və başla onu sıfırdan işləməyə. Bu, özünü yormaqdan başqa bir şey olmayacaq. Ona görə, yəni belə fikirləşirəm, düşünürəm ki, birinci cəhd imtahanına qədər siz kifayət qədər normal hazırlaşmısınız, dimin test toplusunu, əlavə olaraq hansısa bir kitabları, testləri işləmişsiniz. İndi isə yaxşı olar ki, işlədiklərinizi, öyrəndiklərinizi biraz da təkmilləşdirəsiniz. Sıfırdan bir kitaba başlamaq, nəzəriyyə olsun, test toplusu olsun. Yəni, qalan vaxtı nəzərə alsaq 3 həftə, 4 həftə kimi bir vaxtınız qalır onsuz da. O vaxtda tamamilə yeni bir kitaba keçmək o qədər də yaxşı nəticə verməz. Hə, ola bilər 1-2 sual oradakı oxşarı düşər, amma ümumi olaraq beyniniz yorular. Ona görə bildiyiniz, gördüyünüz şeyləri işləməyiniz nəticəni artırmaq baxımından daha düzgündür, daha yaxşı, sizin üçün daha faydalı olacaq. Və indi keçəcəm digər bir məsələyə. School haqqında sizə məlumat verəcəm. School dünyada məşhur olan bir təhsil platformasıdır və Schoolda nə edə bilərsiniz? Onu göstərim sizə. Təkmilləşdirmək, özünüzü təkmilləşdirmək üçün hansı formada Schooldan istifadə edə bilərsiniz? Onu göstərim. Sonra Schoolda qeydiyyatdan keçmək və mənim Schoolda icmam var, ora qoşulmaqla bağlı da danışacağım. Əgər mənim icmama qoşulmusunuzsa, baxın belə bir səhifə sizi qarşılayacaq. Burada yuxarı tərəfdə bugün ayın 20-sidir, 20.06.2026 videonu çəkdiyim tarix. 9 saatdan sonra canlı kaut olacaq. Yəni, əgər School'a daxil olanda yuxarı hissədə belə bir bildiriş görürsünüzsə, canlı kauta qoşulub işləyə bilərsiniz, yəni sınaq işləyə bilərsiniz canlı formada. Üstünə vuranda sizə məlumat verilir. İnformasiya və informasiya prosesləri, informasiya təhlükəsizliyi mövzuları ilə bağlı canlı kaut 20 iyun
2100, sual sayı 22. Aşağıda digər məlumatları görə bilərsiniz. Mən mütəmadi olaraq çalışıram ki, həftədə bir dəfə, heç olmasa, Schoolda müxtəlif testlər, bəzən daha çox olur, həftədə 2 dəfə və s. Müxtəlif testlər, tapşırıqlar paylaşım. Bax, bunlardan da istifadə edə bilərsiniz. Community hissəsi, ana səhifə budur. Yəni sizi bu qarşılayacaq normalda. Bura gəlsəz, baxın, aşağıda kateqoriyalar var. Əgər ikinci cəhdə hazırlaşırsınızsa, burada çox kateqoriyalar var, yay hazırlığı və s. Yay hazırlığı növbəti il mənim hazırlığıma qoşulan şagirdlər üçün nəzərdə tutulmuş bir hazırlıq formasıdır. Biz buna pasiv hazırlıq deyirik. Həftədə bir mövzu götürürük, həmin mövzunu şagirdlər öyrənirlər. Daha sonra da mən sınaq paylaşıram. Amma hal-hazırda siz ikinci cəhd kateqoriyasına daxil olsanız, burada da belə müxtəlif paylaşımlar görəcəksiniz. Misal üçün, ən son, bax, burada dərs 3 adında bir paylaşım var. Bunun üstünə vuraq. Burada gördüyünüz kimi 1, 2, 3, 4, 5 dənə tapşırıq paylaşmışam, test paylaşmışam. Bunlardan hər hansı birinin üzərinə vurub rahat bir şəkildə buradakı testləri işləyə bilərsiniz. Yaxşı, proses necə gedir? Bunu göstərim sizə. Deməli, məsələn, burada ən sonuncu say sistemləri təkrar adında bir kaut var gördüyünüz kimi. Bunun üzərinə vurursunuz. Sizi növbəti bir səhifəyə yönləndirir və start deyib özünüz də başlaya bilərsiniz və ya gözləyə bilərsiniz. İndi 2 nəfər bunu işləyib gördüyünüz kimi. Sübhan Musayev yazdım. Adınızı, soyadınızı mümkün qədər uzun yazsanız daha yaxşıdır və OK deyirəm. Bundan sonra baxın, artıq suallar başlayır. Burada 320 ədədini 16-lıq say sistemində göstərin. Cavabı yazdım. Bu şəkildə və xalı aldım. Bax, belə davam edirsiniz. Hal-hazırda 3-cü sıradayam. Bir sual sadəcə işləmişəm. Davam edirəm. Bərabərsizliyi doğrudursa, x-in ən kiçik qiyməti neçə olar deyir. Neçə olar? 6 olar. Bax, kursoru bura qoyub 6-nı yazırsınız. Telefondan da, kompüterdən də işləyə bilərsiniz bu arada. Problem deyil. Hər ikisindən işləmək olur. Və cavabı göndərdi. Cavab doğrudur. Davam edirik. Baxın, hal-hazırda yenə də 3-cü sıradayam. Bir dənə də davam eləyək. 65 ədədini ikilik say sisteminə çevirin. 64 plus 1 sonu 1 ilə bitməlidir. Tək ədəddir. Bunu da yazdım. Buradan səsi açıb bağlaya bilərsiniz bu arada. İndi baxın, ikinci yerə gəldim. Fidan Nəsirli ilə eyni sıradayam. Və bu şəkildə 16-lıq say sistemində verilmiş ədədlərdən hansı ən böyükdür? Bunlara baxıram. A ilə başlayan ən böyükdür. Bax, belə davam edirəm. Hal-hazırda yenə ikinci sıradayam. Baxın, hal-hazırda bunu yeni paylaşmışam. Ona görə işləyənlərin sayı azdır. Siz qoşulanda burada daha çox insanın bu testi işlədiyini görə bilərsiniz. Yenə buradan səsi açıb bağlaya bilərsiniz. Telefonda da yenə səs açıb bağla düyməsi olacaq. Ya da telefonda kənardan düymələr vasitəsilə səsi idarə edə bilərsiniz. Burada parametrlər var. Dili dəyişmək, musiqini bağlamaq, səs effektlərini açmaq, bağlamaq. Ki, bunlar da çox önəmli deyil. Belə. Və bunu elə normal şəkildə bağlayırsınız. Daha sonra hansını istəsəz digərlərini işləyə bilərsiniz. Aşağıya doğru düşsəz, burada video izahlar və s. paylaşmışam. Dərs 2, yenə burada kautlar var. Baxın, Schooldan bu şəkildə istifadə edib öz biliklərinizi təkmilləşdirə bilərsiniz. Həm abituriyentlər, həm müəllimlər Schooldan istifadə edə bilər. İndi Schoolda qeydiyyatdan keçmək haqqında qısa şəkildə danışım. Bu sadə bir prosesdir. Əvvəl də bundan bağlı kanalımda bir video var idi. Yenə də sürətli bir şəkildə göstərmək istəyirəm. Baxın, əgər Schoola ilk dəfə school.com yazıb daxil olursunuz sadəcə olaraq. Baxın, elə sıfırdan göstərim. School.com. Belə bir səhifə sizi qarşılayacaq. Əgər sizin hesabınız varsa, təbii ki, birbaşa hesabınız açılmış olacaq. Hesabınız varsa, baxın, belə bir görüntü qarşılayacaq. Sağ tərəfdə gördüyünüz kimi burada ad, soyad və s. hesab məlumatlarınız olacaq. Amma hesabınız yoxdursa, onda baxın, sağ tərəfdə login düyməsi var. Bunun üzərinə vurursunuz. Hesabınız varsa, yenə burada mail və parolunuzu daxil eləyib giriş eləyə bilərsiniz. İlk dəfə qeydiyyatdan keçirsinizsə, sağ aşağı tərəfə baxın. Sign up for free deyir. Bunun üzərinə vurdunuz. Bundan sonra buradakı məlumatları doldurursunuz. E-mail adresinizi yazanda aktiv istifadə etdiyiniz e-mail adresinizi yazın. Parol e-mail adresinizin parolu deyil. School üçün hazırladığınız yeni bir paroldur. Yəni School'a girən zaman istifadə edəcəyiniz yeni bir paroldur. Bu məlumatları yazırsınız və sign up deyirsiniz, qeydiyyatdan keçirsiniz. Amma burada çalışın ki, giriş məlumatlarınızı yadda saxlayasınız. Bu həddindən artıq önəmlidir. Və artıq bundan sonra hər şey hazırdır. Sizə bir e-mailinizə təsdiq kodu göndəriləcək, təsdiq kodunu yazacaqsınız. Bir dənə bio hissəsi var, bir də şəkil əlavə etməlisiniz. Şəkil öz şəkliniz, başqa hər hansı bir şəkil də ola bilər. Səhv eləmirəmsə, bəlkə indi qaydalar dəyişib, şəkil və bio hissəsini doldurmayanda qeydiyyata icazə vermir. Bir dənə şəkil əlavə edirsiniz, hər hansı bir şəkil önəmli deyil. Və bio hissəsinə də özünüz haqqında bir məlumat, adınızı təzədən yaza bilərsiniz və ya tutaq ki, müəllim, şagird, tələbə, abituriyent, yəni kim olduğunuz haqqında qısa bir şey yaza bilərsiniz və bundan sonra hər şey hazır olacaq. Əgər siz qeydiyyatdan keçdinizsə, baxın, belə bir səhifə sizi qarşılayacaq. Artıq sağ tərəfdə hesabınızı görəcəksiniz, profilinizi görəcəksiniz və s. Buradan yenə School'un üstünə vurub
ana səhifəyə keçə bilərsiniz. Siz hələ ki heç bir kanala, heç bir icmaya üzv olmamısınızsa, görüntü bu şəkildə olacaq. Amma icmalara qoşulmaq üçün buradan axtarış edə bilərsiniz. Yazırsınız Sübhan Musayev və axtarış edirsiniz. Mənim icmamı tapacaqsınız. Bunun üzərinə vuracaqsınız və aşağı tərəfdə join düyməsi çıxacaq. Qoşulmaq üçün join düyməsinə vuracaqsınız və bir müddət sonra sizin müraciətiniz təsdiqlənəcək. Müraciətinizin təsdiqlənməsi ilə bağlı bir dənə vacib məsələ var. Mütləq şəkildə qeydiyyatdan keçəndə ad və soyadınızı tam yazın. Ad, soyad yerinə başqa sözlər yazanlar, məsələn, bir müraciət var idi, ad, soyad yerinə kitab, dəftər yazmışdı. Yəni o tip şeyləri qəbul etmirik. Mütləq şəkildə ad və soyad yerini düzgün formada Azərbaycan hərfləri ilə doldurun, adınızı, soyadınızı düz yazın. Müraciətiniz təsdiqlənəndən sonra artıq siz icmaya girə biləcəksiniz. Əgər bir neçə icmaya qoşulmusunuzsa, baxın yuxarı tərəfdə, burada icmalar arasında burada sadəcə bir icma var, mənim icmam. Amma bir neçə icmaya qoşulmusunuzsa, belə bir siyahı açılacaq. Buradan üstünə vurub istədiyiniz icmaya daxil ola bilirsiniz. İcmalar arasında keçid eləyə bilirsiniz. Daha sonra da biraz əvvəl göstərdiyim kimi bu community bölməsi aktiv olur standartda. Bura daxil olub, buradan işləyə bilərsiniz, testlərə baxa bilərsiniz və s. Digər bölmələr Classroom bölməsidir. Burada mən müxtəlif kurslar yerləşdirmişəm. Məsələn, icma haqqında hissəsinə daxil olsanız, burada icma ilə bağlı məlumatlar yer alır. Geri qayıdaq yenə Classroom-a. Kurslar haqqında burada müxtəlif kurslar da yerləşdirmişəm. Bu kurslardan bəziləri ödənişli, bəziləri ödənişsizdir. Və burada kurslar haqqında məlumat ala bilərsiniz. Yenə Classroom-a qayıtdıq. Misal üçün, aşağı hissəyə baxın. Burada informatika kursu, müəllim və abituriyentlər üçün olan bir ödənişli kurs var. Python və alqoritm kursu, bu da ödənişli kursdur. Amma yuxarı hissədə görürsünüz, burada informatika test bankı bu ödənişsiz kursdur. Siz qeydiyyatdan keçəndən sonra bura daxil olub, buradakı testləri sərbəst bir şəkildə heç bir ödəniş etmədən işləyə bilərsiniz. Community bölməsində paylaşılanlar da ödənişsizdir təbii ki. Ondan ötürü heç bir ödəniş lazım deyil. Sadəcə qeydiyyatdan keçməlisiniz, üzv olmalısınız. Və burada gördüyünüz kimi digər bir kurs izahlı qəbul və sınaqlardır. Ödəniş, əgər bu kurslardan hər hansı birini almaq istəsəz, ödəniş eləmək istəsəz, sadəcə kursun üzərinə vurursunuz. Kurs haqqında sizə məlumat verilir. Əvvəlcədən nəsə bir alış-veriş eləmisinizsə burada, kart məlumatlarınız görünəcək. Əgər alış-veriş eləməmisinizsə, bax, təxminən belə bir görüntü sizi qarşılayacaq. Onlayn şəkildə hansısa bir kurs almaq çox sadədir. Bura kart məlumatlarınızı yazıb buy now deyirsiniz. Və kart hesabınızdan ödəniş çıxılır. Bu kursun qiyməti 12 dollardır ödəniş. Məsələn, izahlı qəbul və sınaqlar var. Bunun ödənişi 5 dollardır. Python və alqoritm kursu var. Bunun ödənişi 12 dollardır. Sadəcə olaraq kart məlumatlarınızı yazırsınız və salam. Bundan sonra kursu rahat bir şəkildə istifadə edə bilirsiniz. İndi kurslar haqqında da sizə qısa bir məlumat verim. Bəlkə kimsə bu kurslardan istifadə etmək istəyər. Bu arada mənim hazırlığıma qoşulan abituriyentlər elə bu kurslardan istifadə edirlər vəsait olaraq. Test toplusu olaraq Dövlət İmtahan Mərkəzinin test toplusunu istifadə edirik hazırlıqda və bu informatika kursu adındakı kursdan da istifadə edirik mövzuları öyrənmək üçün, video izahlara baxmaq üçün və s. İndi gəlin belə eləyək. Bu kursun tərkibini sizə bir sürətli şəkildə göstərim. Öz hesabıma qayıtdım indi. Classroom-a keçdim. Baxın, informatika kursu. Bura daxil olsaz, məsələn, say sistemləri bölməsi və ya tutaq ki, informasiyanın kodlaşdırılması bölməsini göstərim sizə. Baxın, bu bölmələri rahat bir şəkildə buradan belə açıb yığa bilirsiniz. Kitabın mündərizatı kimidir sol tərəfdə gördüyünüz kimi. Say sistemləri, bunun üstünə vurdunuz. Gördüyünüz kimi, baxın, paragraf 3.1 say sistemi anlayışı, mövqeli və mövqesiz say sistemləri. Burada sizə bir video qarşılayacaq. Videonu işə sala bilərsiniz və təbii ki, izaha baxa bilərsiniz. Biraz qabağa çəkim. Hamısı mövqeli say sistemidir. Bax belə, bu şəkildə burada yazaraq izah edirəm mövzunu və aşağı tərəfdə də bir PDF var. Bunun üzərinə vursaz PDF-i görə bilərsiniz. Sağ tərəfdəki düymə vasitəsilə də PDF-i endirməyiniz mümkündür. Demək olar ki, mövzuların əksəriyyəti ilə bağlı belə PDF-lər var. Aşağıda isə baxın, paragraf test 1, paragraf 3.1 bu şəkildə testlər yer alır və testləri gəldiniz, işlədiniz, bitirdiniz. 50 test var. Axırda da, aşağıda da cavablar mövcuddur. Eyni şəkildə sonra digər mövzuya baxırsınız, testlərin özünüzü təkmilləşdirirsiniz, bu şəkildə davam edirsiniz. Və ən sonda burada da test 5, bu da təkrardır. Bütün mövzunu təkmilləşdirmək üçün də buradan istifadə edə bilərsiniz. Eyni qaydada digər bölmələr də bu şəkildədir. Məsələn, bunlardan elektron cədvəllər bölməsini göstərim sizə. Yenə də eyni formada mövzuların video izahı olacaq. Excel faylı burada yerləşdirmişəm, praktik eləyə biləsiniz deyə. Aşağı tərəfdə isə yenə testləri görə bilərsiniz. Belə, bu kurs haqqında ümumi məlumat idi. Bu kursda olan materiallar birinci qrupa qəbul proqramını tam şəkildə əhatə edir. Əvvəl bu kurs Udemy-də idi. İndi isə kursu artıq School-a köçürmüşəm. School daha sadədir. Həmçinin community bölməsi var burada. Burada müxtəlif testlər və s. də paylaşa bilirəm. Əlavə nəsə bir şeylər də paylaşa bilirəm.
Yəni bu baxımdan School Udemy-dən çox üstündür. Ona görə artıq bundan sonra kurslarım School platformasında olacaq. Dediyim kimi, burada ödənişli kurslar var, amma kifayət qədər ödənişsiz material da mövcuddur. Kahootlar və ya Classroom bölümündə biraz əvvəl göstərdiyim test bank, düzdür, burada ancaq alqoritm və Python-la bağlı suallar var, amma yenə də sualların sayı az deyil, yəni bir aşağıya doğru gələk. Məsələn, elə 102 dənə burada tapşırıq görürsünüz, amma tək bölmə də bu deyil. 3 dənə bölmə Python-la bağlı, bir bölmə də alqoritmlə bağlıdır. Həm bu arada abituriyentlər üçün xüsusi bir qeyd, baxın burada da qeyd eləmişəm. Ulduz ilə işarə edilmiş testlər orta məktəb proqramından kənardır. Bu testlər, ulduz ilə işarə elədiklərim abituriyentlər üçün deyil. Abituriyentlər bu testləri işləyirlərsə, belə baxın, məsələn 1 nömrə, 2 nömrə, burada ulduz yoxdur, yəni sizə aiddir bunları işləməlisiniz. Amma gəldiniz aşağılarda hardasa bir yerdə, misal üçün ulduzla hələ ki elə bir test görmürəm. Ulduzla qeyd olunmuş bir test tapşırığı gördünüzsə, demək ki o artıq sizə aid deyil və onu ötürəcəksiniz. Belə, indi baxdıqlarımın içərisindən ulduzlu test çıxmadı. Videonun vaxtında çox uzatmaq istəmirəm, amma bu şəkildə siz özünüz də Python-a aid olan bölmələri işləyə bilərsiniz. Alqoritm testləri də buradadır gördüyünüz kimi. Buradan da alqoritm testlərini işləyə bilərsiniz. Misal üçün, baxın, test nömrə 21. Burada ulduz əlavə eləmişəm. Ulduz işarəsi var. Bu o deməkdir ki, 21 nömrəli tapşırıq abituriyentlərə aid deyil. Yəni, sadəcə bunları ötürərək digər testləri işləyə bilərsiniz, özünüzü təkmilləşdirə bilərsiniz və ən axırda da yenə cavablar var. 42 sualdır burada. İşləyib bitirdikdən sonra cavabları yoxlaya bilərsiniz. Digər bir vacib məsələ alqoritm və Python kursu və izahlı qəbul və sınaqlar. Alqoritm və Python kursunun içərisində blok sxem qurma, kod yazma tapşırıqları necə həll olunmalıdır və s. Bunlarla bağlı məlumat var və ümumilikdə burada 181 olmalıdır yəqin ki. 181 dənə kod yazma tapşırığı var. Bu tapşırıqlardan da bəzilərinin, yuxarıya qalxın, bəzilərinin video izahı mövcuddur. Misal üçün, baxın, 1-dən 100-ə qədər buradadır, 101-dən 181-ə qədər də aşağı bölmədədir. Məsələn, gəldiniz bu 5 nömrəliyini tutaq ki, izahına baxmaq istəyirsiniz. Video izahı var, sözünün üzərinə vurursunuz və həmin blok sxem qurma tapşırığı necə işlənməlidir, bunu görürsünüz. Və yaxud da düşək aşağılarda Python ilə bağlı olan, yox, bu da blok sxemdir. Bu yəqin Python-la bağlıdır. Python ilə bağlı olan bir tapşırıq. Yenə də keçib bunun da video izahına baxa bilərsiniz. Bu da kod yazma və blok sxem qurma tapşırıqlarını təkmilləşdirməkdə sizə kömək ola bilər. Amma yenə bayaq dediyim kimi mütləq şəkildə DIM test toplusunda olan kod yazma, blok sxem qurma tapşırıqlarını da hamısını işləməlisiniz. Hamısını. DIM-də də axırda, kitabın sonunda cavablar, həllər verilib. Həllərdən də kömək ala bilərsiniz. Və son olaraq, burada abituriyentlər üçün olan digər bir kurs isə DIM, informatika, izahlı qəbul və sınaqlar. Burada da Dövlət İmtahan Mərkəzi tərəfindən 2023-cü ildən indiyə qədər keçirilmiş bütün qəbul və sınaqlar və həmçinin onların video izahı mövcuddur. Ən son 2026-nın qəbulu və 2026-nın sınağı da bura əlavə olunub. Yuxarıda da elə video izahı görə bilərsiniz. Belə, bu qədər. Ümid edirəm ki, video sizdən ötürü faydalı olacaq. Həm School-dan istifadə edərək, həm də DIM test toplusunu sürətli şəkildə işləyərək nəticənizi artıra bilərsiniz. Sağ olun, növbəti videolarda görüşərik.